Salam, axşamınız xeyir. Deməli, sizə bu günləri şəkər çuğundurunda 70-75 ton məhsuldarlıq üçün gübrə normaları və agrotexniki tədbirlər haqqında danışmaq istəyirəm. Deməli, ilk öncə əkində gübrə miqdarı olaraq ortalama 1,5-2% orqanik maddə məhsuldarlığı olan torpaqlar üçün maksimum hədəf 60-65, 55-60 ton seçilməlidir. Ondan yuxarı seçilməməlidir. Yəni, söhbət ən zəif əkilən torpaqlardan gedir. Bu torpaqlar üçün gübrə norması əkinlə birgə və ya torpaq hazırlığında 120 kiloqram amofoz, çıxışdan sonra toplam 220 kiloqramda amonium nitrat olmaqla 3 dəfəyə verilməlidir. Və kalium gübrəsi olaraq da 60 ton hədəf üçün 120 kiloqram kalium xlor və yaxud da kalium sulfat verilə bilər. Və yaxud da amofosu torpaq hazırlığında 70 kiloqram daha çox vermək lazımdır ki, kalium verməyəsiniz. 2%, 2,5% orqanik maddəsi olan orta məhsuldar torpaqlarda isə hədəf 75 ton götürülməlidir və yenə də torpaq hazırlığında 160 kiloqram amofoz və 3 dəfəyə olmaqla 250 kiloqramda silitra vermək lazımdır. Kaliuma gəldikdə isə yenə 160 kiloqram kalium xlor və yaxud da kalium sulfat verilə bilər. Yenə dediyim kimi və yaxud da amofosu 95 kiloqram daha çox vermək lazımdır ki, torpaq hazırlığında kalium verməyəsiniz. Yarpaq yemləməsində ən az 2 dəfə olmaqla bor və kobalt gübrələməsi məhsuldarlıqda çox önəmlidir. Qoyulan hədəfə bor-kobalt gübrələməsi olmadan çatmaq çətindir. Və yaxud da bizim sidibit rut deyilən bir 5 kiloqramlıq məhsulumuz var. Ondan istifadə etmək olar. Çünki 5 kiloqramlıq yarpaq gübrəsi 5,5 kiloqramdır. Həm makro, həm mikroelementlərlə hazırlanmasına baxmayaraq, həm MPK-sı çuğundura uyğundur, həm də mikroelement hissəsi bor və kobaltla zəngindir ki, bu da çuğundurun olmazsa olmazıdır. 5 kiloqramın 1 kiloqramı təmiz fulfik asiddir, yəni qumatdır. Bundan başqa gübrənin tərkibində gibralin başda olmaqla bir neçə hormon da yer almaqdadır. Sidibitrutun həmçinin yer köküyə də tövsiyə edilir. Sidibitrut kortdur adı, yəni yer kökü ilə bir yerdə tövsiyə olunur. Yer köküdə də daha yüksək nəticələr göstərir. Sidibitrutun istifadə etməyən fermerlər mütləq ən az 2 dəfə bor və kobalt tərkibli yarpaq gübrəsindən atmalıdır çuğundura. Və keçək agro tədbirlərə. Yəni, hökmən deyilir, sidibitrut atılar. Amma bor və kobalt gübrələməsi mütləq yarpaqdan lazımdır çuğundurucu. Agro tədbirlərdən dayaz 40 cm-lik reperlərlə torpağın işlənməsi məsləhətdir. Çünki torpağın yumşaldılması çox önəmlidir. Başqa da şum işlərində ciddi olmaq lazımdır. Rotovatorla torpaq hazırlığı yaxşı yumşaldılmalıdır. Əgər hibrid əkiləcəksə, mütləq əkində mibzerlə əkinlər aparılmalıdır. Belə agro tədbirlərdən bu qədər. Yəni, sual olan yazsın, cavablayaq, onda daha maraqlı olur. Bir də daha yüksək məhsuldar torpaqlara tövsiyə vermədim ki, adətən çuğundur əkilən bölgələr Bərdə ilə Biləsuvar arasıdır və o torpaqlarda da 3%-dən az orqanik maddə olan torpaqlardır. Yəni, ona görə də 1,5-2% üçün ayrı tövsiyə hesabla dedim, 2 ilə 2,5% üçün ayrı tövsiyə dedim. Sağ olun, salamat qalın. Kimin nə sualı olsa yazsın, ona uyğun da cavablayaq.